Bura Sumqayıt şəhər Şəhidlər Xiyabanıdır. Baxın. Gördüyünüz hamısı bizim şəhidlərimizdir. Allah hamısına rəhmət eləsin. Hamısı Azərbaycan uğrunda canlarından keçiblər. Bizlərin yolunda. Sizləri unutmaq olmaz. Çəkim göstərim. Baxın, belə oğlanların sayəsində bugün biz varıq, bu torpaqlar var. Allah hamısına rəhmət eləsin. Erməni işğalı altında olan torpaqlarımız hamısı azad olundu. Bax, bu oğlanların sayəsində. Görürsünüz, hamısı cavan uşaqlardır, hamısı. Yəni bunların hamısının arzuları vardı ürəklərində, hamısının. Baxın, cavan oğlandır, Allah rəhmət eləsin. Şəhid Elvin İsmailov, əsgər topçu Nurzadə Nurlan. Bunlar da bizim kimi hamısı ailə qurmaq, övlad sahibi olmaq, nəvə sahibi olmaq arzusundadırlar. Bəlkə də evlilər də var içlərində. Ailəlilər də var. Allah hamısına rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Baxın, görün nə qədərdir. Hamısı bu torpaqlar uğrunda. Görün. Bizim burada bir ziyarətçimiz də var. Gözəl bir ziyarətçidir. Baxın, hamı ayrıldı, getdi, amma bu məstan buradadır. Çəkim göstərim sizlərə. Allah hamısına rəhmət eləsin. Allah hamısının ruhunu şad eləsin. Yəni buranın ucu bucağı yoxdur. Ucu bucağı görsənmir. Görün, Azərbaycanın hər bölgəsində, hər rayonunda, hər kəndində bu cür şəhidlər xiyabanı demək olar ki var. Yəni bunları unutmayın. İstəyirəm bu videonu paylaşam öz YouTube kanalımda. Bəzi insanlar var ki, bugün bu torpağın üstündə gəzirlər. Çox qürrələnirlər. Yəni bilin ki, baxın, bu oğlanların sayəsində gəzirsiniz. Azad yaşayırsınız, azad nəfəs alırsınız. Bunlar olmasaydı, bəlkə də düşmənlərimiz gəlib buralara qədər çıxmışlar. Görün nə qədərdir. Allah hamısına rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Yəni qurtarmır. Çoxdur. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi, şəhidlərin hamısı burada uyuyurlar. Bunlar hamısı şəhiddirlər və bunların da yeri cənnətdir. Şəhidlər ölməz. Gözəl bir sözdür. Vətən bölünməz. Baxın. Bəlkə özümüzə gələk. Burada da birinci Qarabağ müharibəsi şəhidləri də 92-ci ildə.
Burada bir məzar var. Onu çəkim göstərin. Polis olub. Daxili İşlər Nazirliyində Əlahiddə Çevik Polis Alayının polis serjantı Camalzadə Asim. Allah rəhmət eləsin. O qardaş rəhmətli də polis olub. Yəni rütbəli zabitlərdir. Baş leytenant. Baş leytenant. Bu qabaqdakı bunlar 92-ci ilin Qarabağ müharibəsində şəhid olanlar. Baxın 92-ci il. Qarayeva Mehriban Arif qızı. Allah rəhmət eləsin. 2026-da dünyasında yaşayıb. Şəhid. 2025 92-ci il. 92-ci il. Yəni bu 30 il ərzində dünyasını dəyişənlərin məzarlarıdır. İsmailov Qorxmaz 92-ci il. Bitmir, sayıb olub da çoxdur. Bu məzarda çəkim göstərim 92-ci ildə Yusifov Sergey Maksimoğlu. Yəni əslən Rus əsillidir. Səhv eləmirəmsə, yəqin ki bir tərəfi Azərbaycanlıdır, bir tərəfi də Rus əsillidir. Allah rəhmət eləsin. 92-ci ilin bunlar şəhidlərdir hamısı. Allah hamısına rəhmət eləsin. Bura bizim Sumqayıt şəhərinin şəhidlər xiyabanıdır. Bir də bu tərəfdən çəkim göstərim. Yəni görün nə qədər burada şəhidlərin məzarı var. Bu da yəni burada bastırılan şəhidlərimizin hamısının yəni adlarıdır. Görürsünüzmü? Yəni onların sinəsində asılmış olan zəfər ağacıdır. Vətən şəhidlərinin, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə. Bütün şəhidlərimizin burada hamısının yaxasında olan adları var. Allah rəhmət eləsin. Xocalı abidəsi də orada qarşımızdadır. İstədim belə çəkəm göstərəm sizlərə. İnşallah ki baxarsınız və xatırlayarsınız o günlərin nə qədər çətin olduğunu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.